Oruc, günün ilk yarısında hansısa nəticəyə nail olmaq üçün maksimum səy göstərməyə lazım gələcək. Biraz zəiflik kifayətdir ki, bütün əməyiniz heç olsun. Odur ki, gərgin rejimdə və çox işləməli olacaqsınız. Uğur qazanmaq yalnız və yalnız öz əlinizdədir. Buğa, ətrafınızdakı insanların söhbətlərinə həddən artıq aludə olmayın. Hisslərinizdə hakim olun. İstənilən hadisə zamanı emosional davranmamalısınız. Vədlərə inanmayın. İşdə yaranmış gərgin vəziyyətə reaksiya verməyin. Rəhbərlik fəaliyyətinizi diqqətlə izləyir. Əkizlər, hadisələrin daha sürətlə cərəyan etməsini istəsəz də buna nail ola bilməyəcəksiniz. Günün əvvəli yaradıcılıq fəaliyyəti üçün münasibdir. Dostlarınız təkliflərinizi layiqincə qiymətləndirməyə bacarmırlar. Günün ikinci yarısında diqqətli olmasa, səhvlər, maddi itkilər mümkündür. Xərçəng, tezliklə zəhmətinizin bəhrəsini görəcəksiniz. Keyfinizi kökəldəcək hadisələr baş verə bilər. Həmkarlarınızla münasibətdə güzəştə gedin. Hər hansı mübahisə planlarınızın pozulmasına səbəb olmamalıdır. Ailəniz sizdən diqqət, qayğı gözləyir. Şir, son vaxtlar səbəbsiz yerə süsləşmisiniz. Özünüzə gəlin. Hərəkətə keçmək üçün bundan yaxşı gün ola bilməz. Qarşınızda yeni imkanlar açılır. Meydanı rəqiblərə vermək olmaz. Cəsarətli, əzmkar, qorxmaz olun. Qız, səyahət etməlisiniz. Ən pis halda qonaq getməlisiniz. Bu, yeksənək həyat tərzini dəyişmək üçün ilkin addım olmalıdır. Özünüzü işə girişməyə məcbur etməyin. Nəticəsi xoşa gəlməz ola bilər. Hələ ki, gərgin işə hazır deyilsiniz. Tərəzim, uğursuz gündür. Yaxşı olardı ki, daha çox evdə vaxt keçirəsiniz. Əsəblərinizin tarıma çəkildiyi bir vaxtda sizə sakitlik lazımdır. Alış-veriş baxımından da münasib gün deyil. Narahat olmayın. Hər çətinlikdən sonra bir rahatlıq var. Əqrəb, həmişəki kimi qətiyyətlisiniz, lakin bu aralar rəhbərliyin diqqətini çox cəlb etməyin. Fikriniz işdən yayınmasın. Xəyallara qapılmayın. Qarşıya qoyduğunuz məqsədə çatmaq üçün daim ayıq-sayıq olmalısınız. Oxatan, maddi vəziyyətiniz bir qədər ağırlaşa bilər. Əhvalınızı pozmağa, sizə mane olmağa çalışan insanlar var. Açıq düşmənçiliyə keçmək olmaz. Hər şeyin öz vaxtı var. Səbirsiz davranmaq əlavə problemlər yarada bilər. Oğlaq, hədəflərinizi dəyişməyin, məqsədə çatmağa az qalıb. Təşkilati məsələlərlə bağlı problem yaranmaması üçün son dərəcə diqqətli olmalısınız. Üzərinizə düşən işləri bitirmək üçün kifayət qədər gücünüz və maddi vəsaitiniz var. Dolça, son günlər bəxtiniz yaman gətirir, lakin özünüzü itirməməlisiniz. İşdə də uğur qazanmaq ehtimalı böyükdür. Yeni tanışlıqlar, işgüzar görüşlər gözlənilir. Dostlarla əyləncəli gecə bütün yorğunluq və gərginliyinizi aradan qaldıra bilər. Balıqlar, günün ilk yarısını uğurlu adlandırmaq çətindir. Həyat eşqiniz yüksək deyil. İşlərinizin az olmasını arzulamayın. Bütün yarımçıq işləri başa vurmaq lazımdır. Gücünüzü bərpa etmək üçün axşam saatlarında istirahətə vaxt ayırsanız pis olmaz.